Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Röya Ayxan ve stilist Anar Ağakişiyev 2025-ci il Cannes Film Festivalında Qırmızı Xalda birgə iştirak ediblər. Bu Röya Ayxanın Cannes Festivalına qatılan ilk Azərbaycanlı müğənni kimi tarixə düşməsi ilə əlamətdar olub. 22 may tarixində fəxri qonaq qismində Qırmızı Xalda yer alan Röya Ayxanın saç və makyajı üzərində Anar Ağakişiyev çalışıb. Röya Ayxan və Anar Ağakişiyev arasında uzun müddətli peşəkar əməkdaşlıq mövcuddur. Anar Ağakişiyev Röya Ayxanın bir çox layihələrində onun imicini formalaşdıran əsas stilistlərdən biri olub. Əlavə olaraq Röya Ayxan 2021-ci ildə Dəyişən Cavab verilişində Anar Ağakişiyevin aparıcılığı ilə qonaq olub. Bu proqramda onlar şəxsi və peşəkar münasibətləri barədə səmimi söhbətlər aparıblar. Röya Ayxan və Anar Ağakişiyevin Qırmızı Xalda birgə görünüşləri və əməkdaşlıqları Azərbaycan şou biznesinə diqqət çəkən hadisələrdəndir.